Hamınıza salam aleykum. Bugün sizlərlə bərabər Robloxda ölkəmiz olan Azərbaycanla torpaq ələ keçirdəcəyik. Hazırsanız oyuna başlayaq. Siz də bu arada zəhmət olmasa bu kanala abunə olub like ata bilərsinizmi? Bu oyunun məntiqi nədir? Biz elə bil ki, bu düz xəttdə getmirikmi? Bu düz xəttdə əgər başqa bir ölkə basarsa, məsələn qarşıdaya Azərbaycan buna basarsa, mən bu əlləşdiyim torpaqlar yoxa çıxır və mən yenə cıp-cıqqılı bir torpaq ərazisində başlayıram. Amma əgər mən onun həmin bu düz xəttinə basarsam, onun bütün əziyyətləri heçə gedir. İndi bizim rəqiblərimiz Türkiyə, Rusiya, bir də mənəm. Məsələn, indi Türkiyə mənə gəlir belə. Mən xəttimi bastı. Və gördüyünüz kimi mən öldüm. Yəni mən onu öldürə bilərdim. Prosto sizə göstərmək üçün gəldim. Bəli, yoxsa mən çox super oynayıram. Nəysə. Türkiyə mənə çox yaxınlaşdı. Deyəsən o mənim rəqibim olacaq. O payət eləmədən biraz buradan mən torpağımı oğurlayayım. Yoluma baxıram. Qardiş. Hayırdır çuqal. Nəysə. Hə. Şöyle Türkiye'den sərhədim oldu. İndi biraz da Türkiye'den torpaq oğurlayayım. O deyəsən Rusiyanla əlləşir. Başqa bir Azərbaycanlı dostum gəldi, mənə keçdi. Azərbaycanlıdır deyə heç nə demirəm. Nəysə. Dost təngələr tən olmasa cəngələr bəbiş. Mən keçdim o. İndi 1.2K ərazim var. Türkiyən daha çoxdur. Türkiyə mənim rəqibim ola bilər Rusiyanı keçsəm. Ona görə mən ehtiyat eləyəcəm ki, Rusiyanı keçməyim. Bu Türkiyənin də hızlandırması var. Mən bilmirəm nə edeyim. Türkiyələ də savaşmaq istəmirəm. Gəl dost. Dost. Dost olaq, dost. Gəl dost, gəl. Gəl, dost olaq. Nəysə, mən bununla çox uğraşmayacağım. Mənim mazgimi söndərir. Türkiyə getdi bloka. Türkiyə getdi bloka. Azərbaycanlıyıq qaqaş. Mənlə çox uğraşsam belə başı əzərəm. Türkiyəni də belə saldıq zibilə. Amma mən hələ də üçüncüyəm. Rusiya birinci oldu. Mən ikinciyəm. 2 nəfərik oyunda. Oyunda indi 2 nəfərik. Azərbaycan vs Azərbaycan. Hansı Azərbaycan yaxşısı olsun? Mən nə deyirəm ki, qardaşım? 3 dənə Azərbaycan oldu. 3 dənə Azərbaycan dalbadala. Uyda. 3 dənə Azərbaycan bir arada. Rafadan tayfa. 3 dənə Azərbaycan bəxtə bax. Bu oyunda həqiqətən də çox Azərbaycanlı oynayır. Yəni öz ölkəmizi hər yerdə təmsil eləməyə xoşlayırıq. Biraz özümüzə sürət verək. Nəfsiyo. Özümüzə sürət verdik. Mən bu Azərbaycanlı qardaşı keçməyə çalışacağım 3 qalın. O bir onsuz da deyəsən EFK-dir. AFK. Yəni 37-də qalıb hələ də. Nəysə. Hoppa! Ona çatıram. Mən onun torpaqlarına mı gedim, yoxsa boş əraziyə mi? Mən boş əraziyə gedəcəm. Oscar geri gəldi. Oscar çöllərdə. Biraz ərazimizi böyüdək. Ekranımızı, ərazimizi deyirəm. Həm ekranı böyüdürəm, həm ərazini. Oyunun da çox belə rahatlıcı mahnısı var. Bilmirəm sizə gəlir, gəlmir. Bu arada bu mənim ilk videomdur. Bəlkə də heç heyecanla danışamıram, heç xəbərim yoxdur. Nəysə, bu qırmızın biraz çoxaldacağam mən, bu qırmızı, bayrağımızın qırmızı guşəsin. Hoppa. Guşə gerbdə olurdu, yoxsa bayraqda olurdu dostlar? Məncə guşə gerbdə olurdu, mən səhv dedim. Bayraq guşəsi, gerb guşəsi. Amma bayraq daha belə səliqəli gəlir qulağa.
Yaşıl rəngim az qaldı. Normal bayrağımızda hətta yaşıl rəng biraz daha şeydir, çoxdur. Baxın. Murad. Git Murad. Hə, bayaq bir dənə qaqaş yanıma gəlmişdi. Mənə sataşırdı. Belə video çəkməyə çalışanda da onu da yazmışdım ki, git. Onu da ki, kimsə mənə səslənir. Bir dənə yazım, hə. Hə yazıram. Görüm cavab verəcək. Mən sərhəd qurur. Ay, Gürcü gəldi. Gürcü balaca. Ay, Gürcü. Gürcü. Nə tərsən, ay, Gürcü. Sən getmədinmi bloka? Gözlə. Mən bununla anlaşmaq istəyirəm. Niyə? Mən bununla dost olmaq istəyirəm. Bu mənlə dost olmayacaq. Belə görünür ki, bu mənlə dost olmayacaq. Oy, bax belə. Mənlə dost olmursansa, mən səni ayağıma gətirərəm, reis. Yerim lan Anadolu çocuğu, hə, çox qol. Hə? Əsəbləşdi, kişi əsəbləşdi. Kişi indi bir dənə geyib kombo atacağım. Yenə öldürmə bunu, yazıq deyə, yenə öldürüm. Yenə öldürəcəm mən bunu. Sən yenə getdin bloka, arri. Qaqaşı bloka sala durmuşam. Ay, İspanya gəldi. İspanya. Bizim ay ulduzumuz tamamlanmayıb, onu tamamlamalıyam. Yes, ay ulduz tamamlandı. Bayrağımızı dört bucaq eləməyə çalışıram, amma bunlar mənə ancaq saldırır. Bax, Gürcüyə bax. Gürcün xəncəl yaxşıdır, insanı pisdir. Sən öl. Gürcün nə qədər ki xəncəl yaxşı olsa da insanı pisdir. Eşitmişəm yenə bu ermənilərlə dost olub. Gəl görüm bura Gürcüsə, bir dənə hesab sorum. Bu kimdə? Bu Qazaxıstan. Qazaxıstan obrajayla bombardirovkaya. Gürcü. Ay, Gürcü. Bax, xəncəllərin gedir, ay, Gürcü. Xəncəl getdi, xəncəl getdi. Çal. Bax, belə. Ay, zibil, mən niyə bura xətti uzatdım ki? Ayda. Ay, Ermənistan gəldi. Xoş gəldin. Xoş gəldin. Sənin anavın kəlləsi. Nəsə. Mən ancaq bu yaxşı insanla uğraşacağım. Dey, hardadır o? Dey, buradadır. Məncə bu yaxşı insanla uğraşacağım. Buradan usta bir dənə şeydir. Neydi? Ya adı yadımdan çıxdı. Odur. Adı neydi? Onun Qazaxıstan, hə. Bu kimdir? Ayla 88. O 4 yazanlar A hərfidir. Mən bunu hardan kəşf etmişəm? Roblox oynaya. O A'yı 4 yazıb, o Ayla deməkdir. Al deməkdir. Yəni o 4 yerinə bir dənə hərf qoyurlar, onu nə bilim deyəsən təxmin eləməyə çalışırıq. Şş dostum, səndən Cındırıstan torpaq çalıyor dost. Gedur. Ay yaşa. Bax. Qoyacam indi birini. Sənlə bir dənə sərhədimi düzəldeyim mən. Arxadan mənə saldıran yoxdur. Yox. Sən öldürəm. Sənlə bir dənə çəkişməyə girəcəm qaqam sənlə. Hoppa. Yəni siz yaxşı görmürsünüz, hə. Bax indi bununla çəkişməyə girmişəm. Hoppa. Hop. Bu AFK'dır. AFK diye bu. Hop. Mən ötənməzsən, qaqam. Mən Roblox prosuyam. Allah! Dedim da mən ötənməzsən. Bir para hayf o qədərsən İslanduğa. Nəysə, bu xiyar torpaq kasır. Bu cındır torpaq kasır.
Gəl bura balaca pox. Gəl. Gəl VC bula. Gəl. Ay xanım yerin gedin da. Ay xanım yerin gedin. Yerin gedin da. Çıxın gedin da. Sizlə uğraşmaq istəmirəm mən. Ay get də. Nəsə biləysən elə. Mən o bir kakaşın yanına gedirəm. Torpaq çala-çala durub ya. Ay dədə. Nə qızıq olam? Ərazim böyükdürsə düşmənin də çoxdur. Dava Qazaxıstan mənim ərazimə giriş eləyir. Gəl bura, gəl. Dimdi, gəl bura. Dimdi. Gəl bura. Peysko belə. Yobana belə, gəl. Gəl dimdi, gəl. Gəl dimdi. Dimdi. Ay bulat, ay bulat, ay bulat, ay bulat. Dimdi, dimdi, dimdi. Allah! Girdi mi? Girdi mi? Naxu bulat. Girdi mi? Balaca pox. Sən də rədd ol deyə buradan. Qoyub vuracam saat bulunda. Öf. Gib Qazaxıstana yazsam. Kazakistan. Please help. Arkadaşım bu arada bana katıldı. Hıcı. Onunla biz belə arada Türkçe sözlerde danışırıq. Yazım ona. Videodayım. Onlara da belə biz Türkçe danışırıq çox vaxt. Amma Azərbaycanlıdır. Həm də mən sinif yoldaşımdır. Tamam. Ay da getdi. Ay dədəm vay. Ayla. Səni görüm. Ermeni gicini öldürdüm bayaq. Yazdım ki erməni gicini öldürdüm bayaq. Ay sən çıx get mənim ərazimdən. Çıx get. Hə. İkincidir. Oh! Yenə. Usta bilirdim, o xiyardan mənə xeyir gəlməyəcək. D üçüncüdür mənə dostum, Rosem arkadaşlar. Rosem üçüncüdür bu saat. Cındır birdi. Mən öldürən o deyil zato. Ona görə içimin yağları əridi də. Mən öldürən o deyil. Onsuz da. Cındır birdi. Ərazimi genişləndirib onu keçməliyəm. Həri. Görək nə eləyə biləm. Yazıb ki öldün. Hə. Ayda. Nə pis oldu. Ayda. Zato mən o Cındırıstanı öldürdüm. Ona ölmədim. Öldüm mən. İsland. Adı neydi onun? Sweden. İngilizce onun adı Sweden. Adı yadımdan çıxdı. Haaland. Yes Haaland. İndi. Bu xiyarı mən keçməliyəm. Amma bilmirəm nə edəcəm. Amma məsələn indi burada məsələn bir Türk YouTuber olsaydı ona baş qoşmazdı. %100 deyirəm ona baş qoşmazdı. Niyə? Saldırdı Haaland ölkəsi. Yazdım ki saldırdı Haalandın ölkəsi. Of bu yazsam indi. Cındır birdi. Sağ üstte bax. O cındır biz Rosem qaqamla keçməliyik. Hayda, nəzə bilə düşdü ya. Bu xiyarı mən alt eləməliyəm ya. O yanı bu yanı yoxdur. Hə. Biləm mən bu oyunu çoxdan oynamışam. Ay yaşa.
Rosem qaqam da mənim kimi bu oyunu çoxdan oynayır. İndi ondan bir dənə soruşum görüm adı deyim. Adı deyim. Yazdım ki ona adın deyim videoda icazə verirsə. Hələ yazmadı, səs yoxdur. Nəsə mən devlə uğraşıram, Rusiyanla. Dostlar, bu Rosem yəni hamburger cıvın adı Yusifdir. Mənim sinif yoldaşımdır. Mənim otistik dostumdur. Ayda! Mənim otistik dostumdur. Onunla bizim temalarımız eynidir. İndi yenə gəldi bu. Oyda, indi ikincidir. Rusça qaqaşığın arxasında dayanıb da. Nəsə dostlar, videonu çox da uzatmaq istəmirəm. Zaten o xiyarı öldürdüm da gördüyünüz kimi. Videonu çox uzatmaq istəmirəm. Like atıb abunə olun. Görüşmək üzrə. Sağ olun. Bay bay.